Hamınıza salam dostlar. Bugün sizlərə Resident Evil 7 oynayacağıq. İkinci bölümü çəkirəm. Telefonda başlayaq. Sanırım nə deyirəm? Ok. Dostlar, hal-hazırda oyun başlayır. Görək qaldığım yerdən başlayacağım. Hadi dostum. Ha dostlar, qaldığım yerdən başladım. Burada Mia'nın atasını öldürmüştüm. Yanında da gördüğünüz. Gördüğünüz kimi dostlar, telefonda oynayıram. İnanılacaq şey deyil bu. Bir şəkildə. Döndərməyi biraz səsində, onu görə döndərməklə uğraşmaq istəmirəm. Şöyle qapı açılır. Bu deyək ki, otağın, yəni evin qonaq otağı deyirdi. Ne deyir? Mutlaka. Mon père t'a donné du fil à retordre? C'est ton père? Il l'a été. Je suis désolé, mais... Şimdi burada parça var, bunu gelip şeye takacağım. Göstereyim. Götür da bu. Yedi hızlı şerleri. Bak bu da ne olur, bak canlı bak bu böyle. Qaçmaq nə ilə görsən? Qaçmağa tapsan çox yaxşı olacaq. Oha, burada masanı qırıblar. Ben de bu iç başını qapıya takacağım, o zaldakı qapıya. 3 tane iç başını takıp takanda qapısı açılırmış. Hikayesi budur. Bu ne şekiller diye böyle. Sonra iç başından birini taktım. Kaldı 2 tanesi. Antik var. Gedək. Şimdi burada şey var. Ha, bunu takmalıyım.
Kontroller rəsmiydi. İnşallah burada böyük annemiz var. Şimdi de bura gəlib. Ha, silahdan mənim üstünə. Sahile. Ha dostlar, ikinci kafanı da tapdım. Hala oyun dondurur. Oradan gelmiştim. Oradan geldiğini bilmiyorum. Oyun dondurma. Ya da bu oyun niye böyle yiyor? İkinci kafanı da taxıram buradan. Hayır, oyun dondurur. Əvvəl veriləmədi. Sonra ikincisini de taxdıq. Dostlar, neyse bugünlük məndən bu qədər. Videomu izləməyi və like atmayı unutmayın. Oyun biraz qurudur, ona görə istəməm sizə sıxılasın oyun içində. İndi bundan bir yer tapacağım. Tapandan sonraki çıxacağım bayrağa. İndi mən bilmirəm də yəni onun scenaryosunu. Ondan sonraki gedəcəyik deyə bayırdakı deyə Mia anasının yanı. Mia anasıydı yoxsa Zoe anasıydı bilmirəm. Neyse sağ olun.